Heç nə insanı daha çox ümidsizliyə salmır ki, böyük ümidlə meyvə ağacına baxmağa gedirsən və görürsən ki, yarpaqlar tamamilə bitlərlə doludur, qarısqalar gövdədən yuxarı dirmasır və yeni pöhrələr tamamilə zərərvericilərin hücumuna məruz qalıb. Ən pis tərəfi isə zərərvericinin ozu deyil, ən pisi budur ki, düşünürsən, indi bunu nə edim? Əgər sən də belə bir şey yasamısansa, qal burada. Çünki bugün sənə həqiqətən istəyən təbii bir vasitə öyrədəcəm. Üstəlik, bu nə nəzəriyyədir, nə də internetdən götürülmüş bir şeydir. Bu, 60 ildən çox təcrübəsi olan kənd adamlarından gələn bir qarışımdır. Ömrü boyu torpaqla işləyən və həqiqətən nəticə verən üsullardan istifadə edən insanların hazırladığı bir vasitədir. Və üstəlik, bu çox asandır. İlk olaraq, əlimizdə olan bir dəstə gicitkəni götürürük. Onu xırda hissələrə doğrayırıq, özümüzü yormadan. Sadəcə bütün faydalı xüsusiyyətlərini yaxşınca buraxması üçün kifayət qədər. Sonra 1 və ya 2 ədəd aloe vera yarpağı götürürük, olsundan asılı olaraq. Onları da xırda hissələrə doğrayırıq, çox böyük olmadan. Beləliklə, əsas tərkib hissələrindən biri olan aloeni yaxşıca buraxsınlar. Artıq gicitkən və aloe hazır olanda, hamısını bir vedrəyə və ya qabın içinə toxuruq və üzərinə 10 litr su əlavə edirik. Əgər su xlorlu deyilsə, daha yaxşıdır. Çünki bu halda qarışıq daha təsirli olur. İndi başqa heç nə etmək lazım deyil. Nə qaynatmaq lazımdır, nə də günlərlə fermentasiya etmək. Sadəcə onu təxminən 12 saat dincə qoyuruq. Bu vaxt keçəndən sonra görəcəksiniz ki, mayenin rəngi dəyişir. Çox vaxt maye qırmızımtıl bir rəng itirir. Bu yaxşı əlamətdir. Məhz bu anda gicitkən və alayım artıq öz hissini görür. 12 saatdan sonra mayeni yaxşıca suzuruq və bütün bitki qalıqlarını çıxarırıq. İndi əldə etdiyimiz bu konsentratdır. Və burada bir şeyi çox aydın demək lazımdır. Bunu olduğu kimi tətbiq etmək olmaz. İstifadə etməzdən əvvəl həmsə onu durutmaq lazımdır. Nisbət çox sadədir. 1 hissə konsentrat, 10 hissə su. Yəni, məsələn, 1 litr bu konsentratdan istifadə etsək, onu 10 litr su ilə qarışdırırıq və meyvə ağaclarına tətbiq edəcəyimiz düzgün qarışıq budur. Bu şəkildə həm təsirli olur, bitkiyə zərər vermir və ən yaxşı nəticəni əldə edirik. Tətbiq vaxtı vacibdir. Ən idealı bunu səhərin erkən saatlarında və ya axşam günəş artıq güclü olmayanda etməkdir. Yarpaqları və budaqları yaxşıca cilərik, xüsusilə də yarpaqların alt hissəsinə diqqət yetiririk, çünki adətən bitlər, tirtillər və digər həsəratlar orada gizlənir. Bu qarışıqdan 2 cür istifadə etmək olar. Profilaktik olaraq mən bunu hər 7-10 gündən bir tətbiq edirəm və beləliklə meyvə ağaclarını güclü və qorunmuş saxlayıram. Və artıq zərərverici olduqda da tətbiq edirəm, amma hər 5 gündən bir, problem aradan qalxana qədər. Bu qarışığın ən böyük üstünlüklərindən biri odur ki, təkcə təbii insektisid kimi təsir göstərmir, həm də bitkinin immunitetini gücləndirir. Bitki güclənir, daha az stres keçirir və xeyli daha davamlı olur. Ona görə də bu qarışıq meyvə ağaclarında da işləyir, amma həmçinin bəzək bitkilərində və ümumiyyətlə bağda da istifadə oluna bilər. Burada məqsəd təkcə zərərvericiləri aradan qaldırmaq deyil, bitkiyə özünü müdafiə etməyə kömək etməkdir. Necə ki, həmsə belə olub. Mən illərdir məhz bunu istifadə edirəm. Əgər mən sənə bu sirri paylaşmaqla necə kömək edirəmsə, sən də mənə kömək etmək istəyirsənsə, videonu bəyən, imkanın varsa paylaş və kanala abunə ol. Beləliklə, bu bilik heç vaxt itməz və lazım olanda həmişə əlimizin altında olar. Videoya baxdığın üçün çox sağ ol, növbəti videoda görüşərik.